Bu Napolyon tortunu görmədən keçməsən də. Bax, bu elə bir tortdur ki, şirniyyat sevməyənlər belə bu torta baxdıqdan sonra fikrini dəyişəcək. Xırt-xırtlı, əsil dad, amma mənim öz reseptimlədir. Bax, bu Napolyon tortu sevməyən adamı belə Napolyonu sevdirəcək. Kəsəndə tortu, xırt-xırtı, sıxanda o kremin çıxma səsi vallah möhtəşəmdir həqiqətən. İnsanın iştahı açılır. Düzdür, kalorisi çoxdur, amma bir dəfə də olsa yeməyə dəyən bir tortdur. Əmin olun ki, yedikdən sonra dadından doymayacaqsınız. Gəlin indi də keçək xəmirin hazırlanma prosesinə. Biz burada xəmirimizi hazırlamağa başlamışıq. Xəmirimizi hazırlayırıq və sizə xəmirdə olan püf nöqtələri qeyd etmək istəyirəm. Bu reseptin tam qramla qram addım və addım YouTube kanalımda paylaşmışam. Keçid biodadır. Bax, abunə ol, səndə də bu nəticə alınsın. Hər aşpazın bir sirri olur deyirlər, amma mən bu videoda sir saxlamıram. Çünki kanalım yenidir və mən sizə hər şeyi açıq-açıq göstərirəm. Söz verirəm, o videoda gördüklərin səni təəccübləndirəcək. Sifariş qəbul edirəm, istəsəm bu gözəlliyi səndən də hazırlayım. Videonu bəyənməyi, paylaşmağı və YouTube kanalımda abunə olmağı unutma. Çünki sadəcə bu tort deyil, bu ləzzətin xırçıltılı adı Napolyon tortudur. Artıq burada xəmirimi hazırladım. Xəmirimdə olan püf nöqtələri sizə qeyd edeyim. Özünüz də görürsünüz ki, xəmiri mən qarışdırmıram. İçində olan yağlar görünsün və yağlar sobada bişərkən xəmirə şişmə effekti verir çünki. Burada streç filmə xəmiri bükürəm və bunu xaladilnikə qoyacam. Xaladilnikin soyuducu, marazinlik bölünməsinə qoymayacam, çünki bu xəmir marazinlikdə qalmamalıdır. Sadəcə soyuducunu gözünə plusavoy hissəsinə qoyuram. 1-2 saat orada dinlənsin. 2 saat dinləndikdən sonra xəmirimi çıxardıram və 12 hissəyə bölürəm xəmirimi ki, mən 12 qatdan ibarət edəcəm tortumu. Siz istəsəniz böyük ölçüdə, amma nazik edə bilərsiniz Napolyon tortunu. Burada xəmirimi 12 hissəyə ayırıram. Gördüyünüz kimi 12 hissəyə ayırdıqdan sonra keçəcəm bişirmə üsuluna. Bişirərkən də mütləq şəkildədir ki, 180-200 dərəcədə bişirin. Sizə orta hissəsini göstərirəm. Sanki həqiqətən də qat-qat xəmirdir, amma qat-qat xəmirlə yaxından, uzaqdan xəmirimin heç bir əlaqəsi yoxdur. Özünüz də gördünüz ki, sadəcə yağ, un, yumurta və soyuq sudan ibarət olan bir xəmirdir. Burada mənim olmazsa olmaz, vazgeçilməz uşaqlıq dadım, ağzınızda qalan uşaqlıq dadı olan adi krem, yağ, skuşonka. Yəni bu krem həqiqətən nə qədər kremlər, reseptləri bilsəm də bu kremin dadını heç bir krem vermir. Burada tortumuzu artıq yığmışam üst-üstə. Qıraqlarını səliqəli şəkildə kəsmişəm və kremləyirəm. Qıraqlarını mütləq şəkildə hər bir tortun kremi bol istifadə edin ki, səliqə, görüntü möhtəşəm olsun. Qıraqlarına kremi az istifadə etdiyiniz zaman tortda o səliqə, o nəticə ala bilməyəcəksiniz. Gələn səsə baxın, xırçıltılı səsə baxın. Həqiqətən də yəni bu tort vallah bir möhtəşəmdir də yəni. Bir dəfə bişirsəniz evdə özünüz daim bişirmək istəyəcəksiniz. Çünki iştah açıcı bir səsi var. Yağlı xəmirdən ibarətdir tortumuz. Onun üçün əllərim hamısı yağ olur. Burada artıq tortumu səliqəli şəkildə bəzəyirəm. Qıraqlarından çıxmış ovuntularla. Çalışdığınız qədər səliqəyə önəm yetirin və bu da yekun nəticə. Yəni gözlə baxdığınız zaman gördüyünüz nəticə.
möhtəşəmdir. Arasının kremsi dokunuşu həqiqətən iştah açıcıdır. Siz də hazırlayın, YouTube kanalıma abunə olun, yorumlarda fikirlərinizi gözləyirəm.